Əvvəla hamını salamlayıram. Xoş gəlmisiniz uşaqlar bizim komandamıza. Sizə gələcəkdə uğur arzulayıram ki, yaxşı bir aşpaz olasınız. Mənim yəqin tanıyırsınız. Mən Cəlazadə Cərulla. 10 ildən artıqdır ki, bu sahədəyəm. Aşpaz və müəllim kimi fəaliyyət göstərirəm. Bizimlə sizə bugün kömək etmək üçün bizim komandamıza müəllimimiz buyurub. Bir siz özünüzü təqdim eləyərdiniz. Adım Çingizdir. 13 il aşpazlıq təcrübəm var. Bildiklərimi uşaqlara öyrətməyə gəlmişəm. Təşəkkür edirəm. Bugün master klassda nələri görəcək uşaqlarımız? 3 cür yemək olacaq. Biri salat olacaq, Aha. bir də ana yemək olacaq. Tamam. Təşəkkürlər. Sizlərlə uşaqlar tanış olaq. Sizin adınız İsmail. Neçə yaşım var İsmail? 13 yaşım var. Laf yaxşı, uğur arzulayıram sizin. Siz hətta bizdə də oxumusunuz. Hansı restoranda praktikaya getdiniz? Birinci kurs. Tamam, təşəkkür edirəm. Hamınıza nətərdim öz işinizdə uğurlar və bu sənəti sevin. Bu sənətin özəlliklərdən biri nədir ki, biz işləyən zaman yaxşı maaş əldə edə bilərik. Yəni biz hardasa gedib işləsək, hansısa bir bankda, hansısa bir şirkətdə işləsək, 3 ildə keçir, 5 ildə keçir, biz stabil bir maaş alırıq. Yəni 500 manatdırsa, 3 ildən sonra biz artıq alacağıq maksimum 600 manat. Amma aşpazlıqda siz 500 manata işə girsəz, 3 ildən sonra həmin maaşınız 1500 manata olmaq ehtimalı var. Düzdürmü şef? Hər şey insanın özündən asılıdır. Aha. Öyrənsələr, hazırlaşsalar, düzgün yanaşsalar işlərinə, məsuliyyətli olsalar, ondan da yüksəklərinə qazana bilərlər belə. Təşəkkürlər. Çox sağ olun. Artıq uşaqlar hazırıqsa, hazırıq. Artıq dərsimizə başlaya bilərik. Müəllim, siz də hazırsınız? Bəli. Artıq başlayaq. Çox sağ olun.